Biz icra başçıları vəzifədə olanda düzdür, onların müəyyən qədər malları, mülkləri haqqında məlumata sahib oluruq. Amma ki, çox bunu bilmirik də biz. Açıqlanmır deyə ona görə çox bilmirik. Elə ki, vəzifədən getdilər və yaxud da ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanıldılar. Ondan sonra isə onların çox uzun əmlak siyahıları çıxır. Belə deyək də, ən kasıb icra başçısının yox, heç yox. Özünü öldürsün. Yenə də deyirəm, heç yox saysaq, bir 3-5 yerdə evi varmı? Evi var. Heç yoxsa ailə üzümünün ən azı 3-ünün maşını varmı? Torpaq sahələri varmı? Bizim ümumiyyətlə icra başçılarında belə bir məntiq vardı. Onlar düşünürlər ki, onlar hansı rayonun icra başçılarıdırsa, rayon onlarlıqdır. Hara istəsə yiyələnə bilərlər. Hansı torpaq sahəsini hektarlarla istəsələr özlərinə götürə bilərlər. Güya ki, bunlar zəif dolanırlar. Güya bunların əlavə pula ehtiyacları var. Yazıq fermerin də, nə bilim, kəndlinin də, kənd təsərrüfatı ilə məşğul olanın da əlindəki torpaq sahəsini alırlar ki, mən buradayım, mən dura-dura, bəyəm sən yiyəcəksən ki. Hamımız bilirik ki, heç bir icra başçısı maaşla dolanmır. Onlar ümumiyyətlə unudublar ki, onların maaş kartına maaş nə vaxt oturur.